Biz uşaqlar, Əhməd Cavadın Səsli Qız əsərin izahını verəcəm. İndi başlayaq. Birincidə deyir ki, oxudum tarixlərdə qan içən bir hökmdar. Bir ölkəni amansız eyləmişdir tarimar. Görürsünüz, başlanğıcın müəllif özü deyir ki, oxudum tarixlərdə. Müəllif deyir. Qan içən bir hökmdar bir ölkəni amansız eyləmişdir tarimar. Bir ölkəni tarimar edir, amansız hökmdar. 6 aydan çox sürən qanlı bir mühasirə. Tutulmuşdu çox acı, basqına birdən-birə. 6 ay o zalım hökmdar 6 ay mühasirədə saxlayır. Çox acı bir şeydən sonra basqın edib tutur. 100 minlərlə atılan can yağısı oxları. Dişləri ilə çeynəyib sərilmişdi çoxları. Bu insanlar öz vətənini qorumaq üçün oxların qurbanı olmuşdu da, nə qədər 100 minlərlə insan oxlarla sərilmişdi yerə. Doğranmış əllərində qırıq qılınc qəbzəsi, boğulmuşdu köysündə igidlərin son səsi. Deməli, bu igidlərin əlləri doğranmışdı, qolları doğranmışdı, o biləkləri kəsilmişdi. Əllərində qılıncın qəbzəsi əllərində qalmışdı. İgidlərin son səsi boğulmuşdu kökslərində. Yurdunu verməyənlər doğranmışdı xınc-haxınc. Görürsünüz, mühasirə, 6 ay mühasirədə qalır, hətta 6 aydan da çox. Yurdunu vermirlər, qoruyurlar. Yurdunu verməyənlər indi doğranmışdılar. Tökülmüşdü yerlərə dağ kimi qalxan qılınc. İnsanlar öldürülmüşdü, onların qalxanları, qılıncları dağ kimi olmuşdu. O yanda qanlı gövdə, bu yanda gövdəsiz baş. Başlar kəsilmişdi, bir tərəfdə bədən. 100 minlərlə qız qadın dağılmışdı düzlərə. Ölüm rəngi çökmüşdü saralan üz gözlərə. Müharibə var idi, yəni müharibə bir anlıq təsəvvür eləyin. Bir tərəfdə kəsilmiş başlar, bir tərəfdə qanlı gövdə. 100 minlərlə insan ölmüşdü, 100 minlərlə qız gəlin də düzlərə çəkilmişdi. Hamının deyir üzündə ölüm rəngi çökmüşdü. Cənnət kimi bir ölkə məzarlığa dönmüşdü. Baxın, təzad yaradır şair. Cənnət kimi bir ölkə, axı hər yerdə insanlar ölmüşdü, məzarlığa dönmüşdü. Bir çox evlər yıxılıb, xanimanlar sönmüşdü. Evlər dağılmışdı. Xanimanlarda ki, elə bu da evdir, amma ata evi, ailə kimi mənasında da gedir burada. Yəni sönmüşdü ailələr, evlər. İşlənməmiş qalmadı bir cinayət, bir günah. Əzmişdi insanlığı ordusu ilə padişah. Padişah ordusu ilə daha insanlığı əzmişdi də, işlətmədiyi cinayətlər qalmadı. Bilirsiniz, qalib hökmdara. Haqsızlıq oldu qanun, yıxıldı xanimanlar. Evlər dağıldı, haqsızlıq qanun oldu burada. Əskərsiz komandalar qırıb atdı yayını. Fələk döndərdi zəhrə bu ölkənin payını. Yəni müharibə oldu, ölkə zəhrimara döndü. Gülmək zatən yox idi, ağlamaq oldu yasaq. Təsəvvür edin də uşaqlar, gülmək zatən yox idi. Müharibə olan bir dövlətdə necə gülmək olsun? Yəni hər kəs ölümdür, burada ölüm qoxur. Gülmək, ona görə gülmək zatən yox idi, ağlamağı yasaq elədilər. Zavallı məğlub ölkə, sənə nə hüquq, nə haqq? Bu demək birinci hissədir. Keçdik ikinciyə. Keçirik uşaqlar ikinci hissəyə. İkinci hissədə deyir ki, ertəsi gün çox erkən yuyuldu qaldırımlar. Qaldırımlar səkilərdi. Səhəri günü, müharibənin səhəri günü səkilər yuyuldu. Şallaqla güldürüldü hıçqırıqlı bir diyar. Şallaqla, bilirsiniz də o vaxtı döyürdülər şallaqla. Şallaqla güldürüldü hıçqırıqlı bir diyar. Burada metonimiya var da, diyar, insanlar şallaqla güldürüldü. Yuyuldu divarlara sıçramış qan ləkəsi. Vay səsi susturuldu, əmr edildi toy səsi.
Yəni kimsə səsini çıxarda bilmədi, ağlaya bilmədi. Əmr etdi ki, o qalib hökmdar əmr etdi ki, toy səsi gəlsin. Hamı yəni sevinsin. Haqqı yoxdur kimsənin söz deyib dərd açmaya. Bəzənib çıxmalıydı gələnlər ağlaşmaya. Hamı bəzənməli idi, ağlaşmaya gələnlər də bəzənməli idi, heç kəs dərdini aça bilməzdi. Döndü, oldu qəhqəhə, qan qusan hıçqırıqlar. Hıçqırıqlar artıq qəhqəhəyə çevrildi, zorla amma. Çiçək səpəcək oldu, bütün qəlbi qırıqlar. Qəlbi qırıqlar, axı insanları ölüb, yaxınları ölüb, hamı qəlbi qırıqdı. Amma onlar deyir, yollara çiçək səpəcək oldu. Qan içən padşaha hazırlandı istiqbal. İstiqbal hazırlıqdır. Onun gəlişi üçün hazırlıqdır. Qan içən padşah, yəni bu qalib hökmdar üçün, padşah üçün istiqbal hazırlandı. Çıxmalısan qarşıya. İstəyir öl, istəyir qal. Elə bil olmamışdı dünənki keşməkeş də. Keşməkeş, yəni dünənki dava, dünənki müsibət elə bil olmamışdı. Çıxmalısan deyir qarşıya. Çıxdı güləş üzü ilə o bəxtəvər günəşdə. Burada şair özü, bax, burada lirik ricət edir. Deyir ki, çıxdı güləş üzü ilə, yəni gülər üzü ilə. Günəş də çıxdı. Elə bil deyir, dünənləri bu keşməkeş, bu dava olmamışdı. Günəş də gülər üzü ilə çıxdı. Keçək 3-cü hissəyə. Deyir, bütün şəhər silkinib, əsər qoymadı pasdan. Silkinib, silkələnib deməkdir. Bütün şəhər silkələndi, pasdan əsər qalmadı. Dünənki matəm hanı? Dünən axı yası idi, deyir, dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Yasdan çıxdılar. Düşmən şahın gəlişi qanuni bayram oldu. Bir çox dərdli ürəklər qanlı sevinclə doldu. Düşmən şahın gəlişin bayram elədilər artıq. Deyir, dərdli ürəklər axı dərdli idi. Hər kəs öz qohumun əqrəbəsini itirib. Deyir, dərdli ürəklər sevinclə doldu, amma qanlı sevinclə doldu. Qəribədir bu insan. Burada şair özü deyir ki, qəribədir bu insan. Al əlindən canını, istəyirsən ovucla, hortlat axan qanını. Şair deyir ki, doğrudan da qəribədir insan. Deyir, istəyirsən canını al insanın. İstəyirsən ovucla, hortlat, yəni xortullatdır. Ovuclaq axan qanını xortullat. Qoparıb əz qəlbini, əylən çırpınmasıyla. Sürükləyib yerlərdə beyninin bağasıyla. Deyir, istəyirsən qəlbini əz. Sonra da onun yerdə çırpınması ilə əylən. Heç baxma istəyirsən saflığa, günaha əz. Bir yırtıcı cəllad ol, doğra, parça-parça kəs. Sonra deyir, heç istəyirsən baxma, günah elədin, saflığa, təmizliyə, günaha baxma. Yırtıcı cəllad ol, onu parça-parça kəs. Qadınsa tut, boğ onun qan qusan fəryadını. Qoy çıxarsın yadından sevdiyinin adını. Qızsa atın döşündə ləhlət gün qızmarında. Gəlinsə hərraca qoy əsirlər bazarında. Sonra çəkil uzaqdan məğrur baxışla bir bax. Görəcəksən ölənlər baldırında bağırsaq, sənin qanlı əlində bitməz qüvvət var deyə. Hazırdır bağışlayıb dadsız-dadsız gülməyə. Burada şair deyir ki, yəni özü fikrin, burada Əhməd Cavadın öz fikirləri də artıq. Deyir ki, doğrudan da qəribədir insanda. Deyir, qadınsa tut onu boğuqla, fəryadını boğuqla. Gəlindirsə, qadınlar əsirlər bazarında hərraca qoy. Hələ deyir, sonra çəkil uzaqdan məğrur baxqla. Deyir, insan sənin qanlı əlində bitməz qüvvət var deyə sən hazırdır bağışlamağa və dadsız-dadsız gülməyə hazırdır. Bax, burada şairin öz fikirləridir. 4-cü hissədə deyir ki, hazırlandı baş keşiş, meçid həyətində də eyni ilə canlandı iş. Baş keşiş hazırlandı, keşiş. Keşiş bilsiniz də, xristiyanlarda keşiş də hazırlandı deyir.
Məscidin həyətində, məsciddir də, məscidin həyətində də eyni ilə yenə canlandı iş. Danışdı Şişman Xoca. 3 saatdan yuxarı. Şişman Xoca, Şişman Combuldur. Xoca da ki, bir din xadimidir. Deyir, din xadimi Şişman Xoca danışdı, 3 saatdan yuxarı danışdı. Hazır qıldı beyyətə mömin müsəlmanları. Beyyət eləməkdə, yəni itaət eləməkdir. Bu Şişman Xoca 3 saatdan yuxarı danışdı, mömin müsəlmanları beyyət eləməyə, itaət eləməyə çağırdı. Xaçı ilə keşiş çıxdı, müshəfi ilə şeyxanə. Keşişin əlində xaç var idi, keşiş xaçı ilə çıxdı. Müshəf də bilirsiniz nədir? Lülə kimi bükülmüş kağızdır. Bu, yəni şeyxlə, yəni xoca ilə keşiş çıxdılar. Çıxdılar istiqbala, xaça, məshəf yan-yana. Onlar istiqbala qarşılamağa, şahı qarşılamağa çıxdı. Xaçla xoca, yəni keşişlə xoca çıxdılar yan-yana. Qarnı tox tacirbaşı dingildəyib gedirdi şeyxlərlə yanaşı. Qarnı tox tacirbaşı da bu şeyxlə, keşişlə yanaşı gedirdi. İnsan əlindən yerə düşməzdi iynə atsan. Yalnız küçələr deyil, evlər gətirdi insan. Deyir, o qədər insan var idi ki, iynə atsaydın yerə düşməzdi. Dırmaşmışdı uşaqlar mazqallı divarlara. Boylanıb dururlardı, ürkək, zəif, avara. Uşaqlar deyir, dırmaşmışdılar divara. Ürkəklər, zəiflər boylanıb baxırdılar. Dam üstündə qızların, solğun dodaqlarında, boylanan gəlinlərin islaq yanaqlarında. Damın üstündə deyir, qızlar var idi. Onların solğun dodaqlarında, boylanan gəlinlərin islaq yanaqlarında, solan hüznün yerində indi vardır bir maraq. Qızların deyir, solğun dodaqlarında və üzlərində deyir, hüzün var idi. Amma deyir, indi bu hüzün maraqla, indi vardır bir maraq. Maraqla əvəzləndi. Maraqları oldu artıq. Üzlərində qəribə bir maraq var idi. Nə çiçəklər yetirir bu qan qoxulu torpaq. Sayılırkən əvvəldən bir ölkənin pənahı qarışmışdı xalqına, ölkənin məğlub şahı. Deyir ki, nə çiçəklər getirir, necə çiçəklər getirir, deyir, bu qan qoxulu torpaq. Əvvəl deyir, bu ölkənin pənahı olan məğlub şah indi qarışmışdı xalqına. Başa düşə bilirsiniz uşaqlar? Qarışmışdı xalqına. Məğlub şah qarışmışdı. Şahın bu gün ağır daş asılmışdı boynundan. Çıxmayırdı əlləri xələtinin qoynundan. Keçən gündə edərkən Allahlıq iddiası, indi bu son cəlala kəsildi, durdu asi. Deyir ki, elə bil ki, bu məğlub şahın boynundan ağır daş asılmışdı, əlləri qoynundan çıxmırdı. Keçən gün deyir, Allahlıq iddiası edirdi. İndi deyir, kəsildi, durdu asi. Gir yerə ey padişah, sənin bu boş başından nələr çəkdi məmləkət? Bir soruş göz yaşından. Bunu artıq şair deyir ki, gir yerə ey padişah, məğlub şahçın deyir ki, sənin bu boş başından məmləkət əziyyət çəkdi. İndi ağlayırsan deyir, bir soruş göz yaşından. Keçək 5-ciyə. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vur-havuru. Artıq 4-cüdə dedik, hazırlıq idi, keşiş, sonra xoca danışmışdı, hazırlıq işləri gedirdi. 5-cidə artıq açıldı bayraqlar, çalındı boru. Fələk belə bir vur-havuru, belə bir şeyi görməmişdi. Toz ərişə dayandı, göy dumanlandı, torpaq şaxə qalxdı, toz da canlandı. Qıvrıla-qıvrıla boz bir əjdaha gəlirdi salama büzülmüş şaha. Qaçdı məğlub şahın bəti, bənizi, coşdu, dalğalandı insan dənizi. Məğlub şah artıq axı şah gəlir, qalib şah. Məğlub şahın bəti, bənizi üzündə qaçdı da, qorxu gəldi. Üzündən rəngi qaçdı. İnsan dənizi dalğalanmağa, coşmağa başladı. İstidən bayıla, tərdən boğula, birdən bütün başlar çevrildi yola.
Gözlər qıyılaraq qaşlar çatıldı. Qələnin bürcündən toplar atıldı. Yəni deyir ki, birdən insanların başları çevrildi yola, insan dənizi yığılmışdı da ora. İnsanların başları çevrildi yola, gözləri qıyıldı, qaşları çatıldı. Qələnin bürcü, qələnin bürc leksika bölməsində öyrənmişik də. Bürc nədir? Müşahidə yeridir. Qələnin bürcündən toplar atıldı. Artıq qalib şah gəlir. Başa düşdünüz uşaqlar? Keçirik artıq ikinci hissənin birincisinə başlayaq. Burada nədən danışacaq? Deyir, nədənsə qatilləri boğmayırmış göz yaşı. Gəldi uğursuz xaqan, əyildi xalqın başı. Uğursuz xaqan, yəni qalib hökmdarı nəzərdə tutur ki, uğursuz xaqan gəldi, xalqın başı əyildi, təzim elədilər. Baxaraq azğın-azğın qan daman gözləri ilə. Ürəkdən məğlub şahın əyləndi sözləri ilə. Deməli, bu uğursuz xaqan, yəni qalib hökmdar, azğın-azğın məğlub hökmdara baxdı və ürəkdən onun sözləri ilə əyləndi. Qalxdı başlar səcdədən, başladı çirkin hesab. Hamının başı səcdəyə getmişdi, bu xaqan üçün səcdə eləmişdilər. Hamının başı səcdədən qalxdı və çirkin hesab başladı. Dodaqlar üzəngidə öpüldü çaxcur corab. Üzəngi atın üzəngisidir. Hamı üzəngidən öpdü, corabından öpdü. Çaxcur da qədimdə geyim növüdür, şalvarın ətəyindən öpdülər. Samur kürkün ətəyi öpüldükcə marça-març, samur kürk geyinib, samur da səhv etmirəmsə dələnin dərisidir. O kürkün ətəyindən öpüldükcə deyir marça-març, ayini təqdis etdi məshəf ilə qızıl xaç. Ayini, o məshəf bayaqlar dedik, o xocanla keşiş ayinləri yerinə yetirdilər. Ağsaqqallı bir qoca, bir ehtişam əsiri, uğursuz hökmdarın 5 tuğlu baş vəziri yetirdi məğlub şaha buyruğunu xaqanın. Xaqanın fikrini dedilər, məğlub şaha dedilər. Malın, mülkün bizimdir, amanda ancaq canın. Qarşı çıxdın xaqana, tutmadı, söndü baxdın. Qılınc çaldıq, qazandıq, bizimdir tac və taxtın. Baxın, burada nə deyir? Burada deyir ki, malın, mülkün bizimdir, amanda ancaq canın. Canını bağışladıq. Aman vermək, bağışlamaqdır. Burada öldürmürlər. Yəni, məğlub hökmdarı öldürmürlər. Bağışlayır. Ancaq deyir ki, malın, mülkün bizimdir, canını bağışlayırıq. Çünki sən deyir, qarşı çıxdın xaqana, sözünü onu tutmadın, qarşı çıxdın xaqana, ona görə biz deyir, qılınc çaldıq, qazandıq, taxt tacın bizimdir. Yaşasın bağırtısı qopunca hər bir yandan. Hərəkət əmri verdi lələkli baş komandan. Hər kəs yerindən yaşasın dedi də. Bir çırtmayla atıldı bütün bu ölkə xalqı, bir ucuza satıldı. Yəni, satıldı da ölkə. Yoxsullar boğularkən bu qanlı, yaslı vayda, xaqan dalmışdı işə bağlardakı sarayda. Yoxsullar deyir, yoxsullar, burada yoxsullar deyir, yoxsulluq içərisində boğularkən, xaqan işrətə dalmışdı da, xalq əziyyət çəkərkən. Mərmər sütunlu qəsrin sarmaşıqlı eyvanı, çıraqlarla bəzənmiş, nurladırdı hər yanı. Mərmər sütunludakı bu qəsri hər gün bəzədirmiş. Deyir, çiçəkli köşkü axşam bəzətmişdi əski şah. Köşk iqamətgahdır, saraydır. Çiçəklərin içərisində olan iqamətgahın axşam da deyir, bəzətmişdi. Keçmiş şah bəzətmişdi, əski şah. Xaqan demişdi, indi kef etməmək bir günah. Mənim sadiq vəzirim, gəl, baxaq hesaba. Vəzirimin saqqalı boyansın bir şəraba. İndi bu xaqan deyir ki, bəzənli baxı o qəsr. Deyir ki, kef etməmək indi bir günahdır. Mən vəzirimin saqqalı boyansın şəraba. Belə. İkincidə deyir ki, göstərdilər xaqana kəsmə telli bir qızı. Dedilər ki, bu Sara ölkəmizin ulduzu.
Görsüz, Xaqana Saranı göstərirlər. Yəni həmyerliləri, yaltaq həmyerliləri Xaqana dedilər ki, bu Saradır. Ölkəmizin ulduzu olan qızdır. Ölkəmizin ulduzudur. Fərqi yox. Qoy süzülsün, baxsın belə dərindən. Nə anlar sərxoş baxış Saranın gözlərindən. Yəni deyir, Saranın gözlərindən qəm yağırdı. Şahı nəzərdə tutur ki, sərxoş baxış bu Saranın gözlərindən heç nə anlamır. Kim ki Saranı gördü, çəkdi xeyli yanıqa. Bir şey qanmadı ondan o qəlbi kor padişah. Deyir, başqa adamlar görəndə bir ah çəkdi Saranı görəndə. Amma bu kor padişah qanmadı. Onun qəlbi qanmadı da, Saranın gözündə necə deyim, qəm var, kədər var. Parlayan aləmləri anlarmı qan içənlər? Nə bilir çiçək nədir? Kor gəlib, kor keçənlər. Deyir, o bilməzdi də çiçək nədir? Elə o kor gəlib, kor da keçəcək. Onlar nə bilirlər? Oxusun, əmri çıxdı. Sara coşdu bir daha. Saraya dedilər, oxu. Sara coşdu. Can verən sərxoş gecə, ölürkən yorğun, əzgin, coşdu qızın səsində, ölkədə qaynayan kin. Baxın, bura diqqətli olun. Qızın səsində, əsərin təhlilində də var. Saranın səsində ölkənin kini coşdu. Ölkənin kini oldu. Boş yerə bir ölkənin haqsızca axan qanı Saranın dodağında canlandı, oldu mahnı. Yəni, Saranın səsində ölkənin kini oldu. Ölkənin kini. Mahnının sözləri isə elə bir ölkənin haqsızca axan qanı mahnının canlandı, mahnının sözləri oldu. Belə. Keçək üçüncüyə. Şərqi mahnı oxuyur. Və bu mahnı Əhməd Cavadın öz şeiridir, Bağlar şeiridir. Şərqi belədir. Mən ki səndən doymamışdım, quş qonmağa qoymamışdım, bir almanı soymamışdım, kim sənə kəc baxdı bağlar. Darğınam mən belə baxda, ürəyim qan laxta-laxta, bax ki kimlər çıxdı taxta, küstü kimin baxdı bağlar. Çıxmamış gün atmamışdan, qanlı bir toz qalxdı yoldan. Qoç igidlər oldu qoldan, qanlı kəfən taxdı bağlar. Görsüz, bağlara müraciət edir və görsüz, qəm-kədər də vardı. Bu, şairin özünün Bağlar şeirindəndir. Keçdik dördüncüyə. Sara susunca Xaqan xırlayıb bağırdı. Hey, mən Saranın əlindən istərəm bir qədəh mey. Sara mahnısını oxuyub qutarandan sonra sustu. Onda Xaqan dedi ki, hey, mən Saranın əlindən bir qədəh mey içmək istəyirəm. Bir oxla ayrılmışdı Sara nişanlısından. Düşündü, intiqam al gəl onun qanlısından. Saranın nişanlısının adı Arqun idi və Arqun bir oxla öldürmüşdülər Arqunu. Ona görə bir anlıq Sara düşündü ki, gəl bu intiqamını al, nişanlısının intiqamını alsın. Arqunu görməmişdi son nəfəsdə gülərkən. İndi görmək istədi cəlladını ölərkən. Öz o Arqunu, nişanlısını gülərkən görməmişdi. Deyir, heç olmasa onun düşmənini ölərkən görüm. Fırlatdı bir qəhqəhə, çılğınca qalxdı birdən. Arqun, sən olmadıqda yaşayaram necə mən? Arqun, yetiş, hardasan? Qaldır məni qolumdan. Qurtarım öz yurdumu həqarətdən, zülümdən. Elə bil özü-özünə düşünür ki, Arqun, mənə kömək ol, mən xalqımı əsarətdən qutarım. Belə düşünür. Sara süzdü bir daha. Əlində gülgün qədəh. Rəqqasələr də qalxıb başlayınca süzməyə. Yəni, rəqqasələr qalxdı oynamağa, Saranın əlində bir qədəh. İti bir hərəkətlə zəhər qatdı qızməyə. İndi onun halını gücdür gətirməkdilə. Deyir, bu qalxdı, tez qədəhə zəhər atdı. İndi deyir, onun halını gözün qabağına gətir. Gözün qabağına gətirin, aşağılar bir anlıq. Gücdür, deyir, gətirməkdilə. Ürək çırpıntısından çapqınlandı mey belə.
Ürəyi o qədər çırpınırdı ki, mey belə titrəyirdi. Qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Yanaşdı titrəyişlə düşmən şaha bir sayaq. Bir qorxurdu deyir. Dodaqları yarılmışdı qorxudan. Titrəyişlə düşmənə sarı gəldi. Qansız dodaqları ilə öpdü şahın əlindən. Baxın, qorxudan onun dodaqlarının qanı belə qaçmışdı. Bu hissədə testə düşür. Öpür şahın əlindən. Birinci öpür, şahın əlindən öpür. Buyursun padişahım, zorla çıxdı dilindən. Padişaha verir. O zəhərli meyi verir. Sən çoxdan içməliydin bu gülgün zəhri ey şah. Şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Deyir ki, yəni şahmar ilandır da, deyir ilanı öldürməmək bir günahdır. Belə, keçək 5-ci. Şahı ölmüş görəndə açılan gülgün səhər. Qarışdı məclis bütün, qaçışdı rəqqasələr. Deməli, səhər açılanda ertəsi gün şahı ölmüş görürlər, rəqqasələr, məclis qarışır, rəqqasələr qaçırlar. Ayaqlandı bütün xalq, arvad, uşaq, qocalar, çarpışdı son gücü ilə, düşmən oldu tarimar. Xalq ayağa qalxdı, şah ölən kimi. Arvad, uşaq, qocalar hamısı düşmən tarmar oldu. Bir qızın hümməti ilə, düşmən deyir tarmar oldu, hümmət cəsarəti ilə, bir qızın cəsarəti ilə hamı ayağa qalxdı və düşmən tarmar oldu. Gözəl qız, həmin ölkə dustaqdan azad oldu. Həm həmin gözəl qız, yəni Sara, həm də həmin ölkə dustaqdan azad oldu. Sara adı xalq üçün ən sevimli ad oldu. Sara xalq üçün ən sevimli ad olur. Başa düşürsünüz uşaqlar? Keçdik 6-cısı və sonuncusu. Deməli, xalq azad oldu. Keçək 6-cısı. Azadlıq eşidincə gülümsəmə belə şad. Yəni, azadlıq o qədər gözəl, şirin kəlmədir ki, gülümsəmə belə şaddır. Saranın məmləkəti köhnə mənada azad. Saranın məmləkəti deyir azad oldu, amma köhnə mənada azad oldu. Niyə indi deyir? Deyir, orada hər şey asılı qan içən bir kraldan. Yenə də deyir, hər şey asılıdır, qan içən bir kraldan asılıdır. Yəni, başqa bir şah gəlsə belə, yenə də asılı olacaq da xalq. Ona görə deyir, orada hər şey asılı qan içən bir kraldan. Sonra orada hürriyyəti baftalı generaldan. Hürriyyət azadlıqda, azadlığı baftalı generaldan soruş. Yoxsullar o ölkədə özgəyə can vermədə, hürriyyətin barını tox qarınlar dərmədə. Yenə də deyir, o hürriyyəti, azadlığı tox qarınlar gördülər, onun barını tox qarınlar dərdilər. Sən ancaq istibdadın eşitmisən adını. Bax, alnımda izi var, görmüşəm mən dadını. Deyir, sən adını eşitmisən, amma mən dadın görmüşəm istibdadın. Bir bu süzgün baxışla gün düşən dağlara bax. Deyir, o dağlara bax. Mən bu yaşıl dağlardan illərcə düşdüm İraq. İraq uzaqdır. Bu dağlardan uzaq düşmüşdüm. O qanlı günlər hara, bugünkü günlər hara. Gözəl qız, yaxşı vaxtda başladın gül açmağa. Bugün sənin yurdunda nə qul vardır, nə ağa. Sən bir sərbəst göylərin sərbəstcə ulduzusan. Qayğısız bir ölkənin qayğı bilməz qızısan. Sərbəstdir alnındakı qıvrıcıq tellərində. Sərbəstdir sənin kimi gün görmüş ellərində. Elə isə bir də coş, səsin düşsün dağlara. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara. Yəni, gördünüz, Sara, bir dənə Saranın o cəsarəti ilə bütün xalq ayaqlandı. Ümumiyyətlə, bu əsər düşmənə nifrət hissi, vətənə sevgi, bunlar aşılanır. Çox gözəl əsərdir. Bunu yenə də diqqətlə oxuyarsınız uşaqlar.